Şəriət Azərbaycan kimi ölkələrdə həssas bir mövzu olaraq görülür. Hər kəsin ağlına fərqli fikirlərin gəldiyi bir məsələ. Bir tərəf önəmsiz olduğunu, zoraki, qanunların həyatlarına və yaşam tərzlərinə uyğun olmadığını müdafiə edir. Digər tərəf isə sorğusuz sualsız şəriət qanunlarına itaəti gerçək yaşamın bu olduğunu deyir. Hər kəsin həyatında qatı şəriətçi bir dostu ya da tanışı olmuşdur ki, şəriəti öz inancını vətən qoruyarmışçasına qorusun. Bununla yanaşı batıl inancları və fanatizmini dinlə əlaqələndirərək daha da pis vəziyyətə düşürlər. Şəriəti yol olaraq görüb yaşayanlar da ətrafındakı hər kəsin yaşamına müdaxilə edirlər. Yeməkdən tutmuş etdiyimiz hər bir hərəkətə qədər, danışığımız və ya baxışımıza kimi, ya da kişi belə geyinməz, qadın belə etməməli kimi arqumentlərlə qısaca ömrümüzə girirlər. Sonra da bunun sülh olduğunu, sadəcə tövsiyə olduğunu deyirlər. Bu da bizim əsas problemlərimizdən biri. Azərbaycan xalqı heç nəyi doğru düzgün araşdırmadığı kimi öz dinlərində ya da inanmaq istədikləri inancı da araşdırmırlar. Soruşsan dini müsəlmandır deyirlər. Müsəlman, İslam sözü ilə müsəlman sözünü yerli yerində işlətməyi bilmirlər. Amma hər kəsin həyatına müdaxilə edirlər. Yəni birinin həyatına, şəxsi fikirlərinə müdaxilə etmədən hər fikrə hörmətlə yanaşmaq yox. Bura Azərbaycandır. Təkərrür və yenə təkərrür. Bir də elə bil hər kəs müsəlman olmaq məcburiyyətindəymiş kimi İslam'a inanmayana elə yanaşırlar, elə baxırlar. Bunu Quranı ərəb dilində savab üçün oxuyub mənasını anlamayanların etməsi, yəni anlamayıb savab qazanacağını düşünmək ayrı bir cahillik səviyyəsidir. Savab qazanmağı belə bilməməkləri bir yana, bunları normal bir davranış kimi qarşılamaları problem deyil, hə? Deyiləcək tək bir şey var. Tam formalaşmamış və mollalar tərəfindən yönləndirilmiş yaşlılarımı görəndə onlar kimi olmadığıma görə sevinirəm. Erkən evlilikləri də dinlə əlaqələndirməyə çalışmaları, yəni bu qədər. Azərbaycan işi kəsən hər kəsin hər şeyi istifadə etdiyi ölkəyə çevrilib. Yazıq qızın anası da həmcins demədən ata nə dedi, o da əmri ilə irəliləyir. Buna da yaşayış deyirlər. Azərbaycan maarifçiləri tərəfindən dəfələrlə qınansa da bir faydası yoxdur. Bütün bu saydıqlarımın qarşılığında yaşlı nəsil nə deyir? Sus, sakit dur, belə daha namuslu yaşamaq sayılır da ona görə. Deyəcəklərim bu qədər idi. Son olaraq da demək istəyirəm ki, hansı dinə inanırsınızsa düzgün araşdıraraq inanın, amma heç kimi məcbur etməyin. Buna heç kimin də haqqı yoxdur. Unutmamaq lazımdır ki, hər kəs öz davranışı ilə inancını təmsil edir. Əlbəttə ki, nümunəvi davranışlar ilə.